Azərbaycanla Çin arasında viza rejiminin ləğv edilməsi iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsinə şərait yaradacaq. Bunu millət vəkili Vüqar Bayramov Xəzər xəbərə müsahibəsində deyib. O bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 21%-ə yaxın artıb. Hətta viza rejiminin ləğv edilməsi nəticəsində bu artım daha çox olacaq. Çin artıq Azərbaycanın idxalında ən böyük tərəfdaşdır. Ona görə gözlənir ki, bütövlükdə viza rejiminin ləğv edilməsi həm ticarət dövriyyəsindəki artım dinamikasının qorunub saxlanmasına və eyni zamanda Azərbaycanın Çinə daha çox qeyri-neft məhsulları ixrac etməsinə imkan yaradacaq. Və xüsusən nəzərə alsaq ki, bir tərəfdən Azərbaycanın Çində artıq 7 ticarət evi var, bir şərab evi var. Bu da təbii ki, əlaqələrin genişləndirməsi baxımından vacibdir və viza rejiminin ləğv edilməsi də həm də imkan verəcək ki, sahibkarlarımız Çin bazarına daha çox məhsulla daxil ola bilsinlər. Millət vəkili bildirib ki, edilən bu dəyişiklik investisiya sahəsinə də öz müsbət təsirini göstərəcək. Çin şirkətləri həm Ələt iqtisadi zonasına, eləcə də işğaldan azad olmuş ərazilərimizə daha çox sərmayə qoyuluşunda maraqlıdırlar. Azərbaycan iş adamları Çində xidmət sektorunun investisiya qoyuluşunda maraqlıdırlar və təbii ki, vizasız rejim və strateji münasibətlər bu əlaqələrin daha da dərinləşməsini və iş adamları, eləcə də vətəndaşlarımız üçün yeni imkanların yaranmasına xidmət edəcək. Vüqar Bayramov əlavə edib ki, viza rejiminin ləğv edilməsi həmçinin turizm sahəsinin inkişafına və mədəni əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcək. Viza rejiminin ləğv edilməsi bir tərəfdən turizmdə yeni imkanlar yaradır. Bu qarşılıqlı gəlmə turizmin inkişafına dəstək olacaq və xüsusən nəzərə alsaq ki, Çin turizm baxımından vacib ölkələrdən biridir. Əhalisinin sayının çox olması və eyni zamanda xüsusən də səfərlərə meyillilik təbii ki, Azərbaycanda gəlmə turizm üçün Çinin yeni destinasiyalardan birinə çevrilməsinə imkan yarada bilər. Qeyd edək ki, bu ilin ilk 3 ayında Çindən Azərbaycana gələn turistlərin sayı 1,8 dəfə artaraq 8 minə çatıb. Fidan Əsədli, Aydın Bayramov, Xəzər xəbər.